Bakı-Tbilisi sərnişin qatarlarının bərpası ilə bağlı yayılan xəbərlər təkzib edildi. Son günlər Gürcüstanın Azərbaycan dilli media orqanlarında və sosial şəbəkələrdə mayın 26-sında Gürcüstanın Müstəqillik günü və 28 may Azərbaycanın Respublika günü münasibəti ilə Bakı-Tbilisi istiqamətində sərnişin qatarlarının hərəkətinin bərpa olunacağı ilə bağlı iddialar yayılıb. Hətta bəzi mənbələrdə bilet qiymətlərinin 50-70 lari arasında olacağı bildirilmişdi. Lakin Azərbaycan Dəmir Yollarının mətbuat katibi Bəxtiyar Hacıyev bu məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb. Onun sözlərinə görə pandemiya səbəbilə 2020-ci ilin mart ayından etibarən Azərbaycandan beynəlxalq sərnişin daşıma tamamilə dayandırılıb və bu istiqamətdə hələlik heç bir rəsmi qərar verilməyib. Sadəcə Gürcüstan mediası fevral ayından qatarların hərəkətinin bərpası ilə bağlı yazılar yayımlayır. Əgər onların məntiqinə baxsaq, artıq çoxdan sərnişin daşıma bərpa olunmalı idi, deyə qurum rəsmisi bildirib. Mayın 26-28-i tarixlərində sərnişin daşımanın bərpa ediləcəyi ilə bağlı konkret suala isə Bəxtiyar Hacıyev qısa şəkildə yox, elə bir şey yoxdur deyə cavab verib.